Səssiz ifa. Təsəvvür edin ki, orkestra dirijorluq edirsiniz. Lakin onun ifa etdiyi musiqini eşitmirsiniz. İlk baxışda bunun mümkünsüz olduğunu düşünürsünüz. Ancaq həyat möcüzələrlə doludur. Belə möcüzələrdən biri də Alman bəstəkarı Ludwig van Beethovenin adı ilə bağlıdır. Ludwig van Beethovenin çox gənc yaşlarından eşitmə qabiliyyəti zəifləməyə başlayır. Get-gedə vəziyyəti ağırlaşan sənətkar notun səsini eşitmək üçün pianinonun klavişini möhkəm vurur, birtəhər öz ifasını eşitməyə çalışırdı. Çox çətin günlər yaşayan bəstəkar məktublarının birində dostu Wegerə yazırdı. Payızda yarpaqlar quruduğu və töküldüyü kimi mənim də həyatım puç olur. Fəsillər kimi necə gəlmişdim, elə də geri gedirəm. Yayın gözəl günlərində məni ruhlandıran o yüksək cəsarət indi itib. Ömrümün qışını yaşayıram. Ancaq mən belə asan məğlub olmayacam. Var gücümlə taleyin boğazından yapışacam. Bəstəkarın öz eşitmə məhdudiyyətini açıq etiraf etməməsi təsadüfi deyildi. Bu, onun karyerasının sonu ola bilərdi. Buna baxmayaraq, çoxları onun karlığından xəbər tutmuşdu. Rəqiblər buna sevinir, çoxlarını isə bir sual düşündürürdü. O, eşitmədən necə musiqi bəstələməyə davam edir? Tamamilə depressiyaya düşən bəstəkar çıxış yolları axtarırdı. O, çarəni kənd həyatında, təbiətlə təmasda tapır. Şəhərdən kənarda tənhalığa qapılır. Lakin durmadan yeni əsərlər bəstələyir və pianoda ifa edirdi. O, pastoral simfoniya kimi tanınan musiqi əsərində şəhər həyatından qaçması və rahatlığını kənddə tapması barədə söhbət açır. Kənd həyatının füsunkar gözəlliyindən bəhs edirdi. Məhz bu seçimi ona yeni bəstələr yaratmağa və həyatını yenidən qurmağa kömək edir. Beethoven Ay İşığı sonatasını, Fidelio operasını məhz bu dönəmlərdə yazır. Bəstəkar təbiətdəki doğma səsləri qulaqları ilə eşitməsə də, şüuraltı olaraq beynində canlandırır və onları notlara köçürürdü. Ömrünün sonlarına doğru Beethoven tamamilə eşitmə qabiliyyətini itirdi. Buna rəğmən o, yeni bəstələr yaratmağa davam edirdi.